Salam, 2025-ci il OTK-nın sonuncu sınağının izahına baxaq. 31-ci test Böyük Səlcuq hökmdarı Sultan 1-ci Toğruldan fərqli olaraq Əmir Teymura aid olan hadisə götürəcək. Cənubi Qafqaza hücum etməsi hər ikisinə aiddir. Dehli Sultanlığına yürüş etməsi Sultan 1-ci Toğrula aid deyil. Çünki Sultan 1-ci Toğrulun hakimiyyət illəri dövrünə düşmür. Dehli Sultanlığın mövcud olması. Dehli Sultanlığı 1206-cı ildə yaranmışdır. Toğrul isə 1038-ci ildən 1063-cü ilə qədər hakimiyyətdə olmuşdu. Bağdad şəhərinin tutulması hər ikisinə aiddir. Deməli, 2-ni sırf Teymur üçün götürəcək. 1398-ci ildə Dehliyə hücum etmişdi. 4-ü götürəcək. Osmanlılarla müharibə etmişdi Teymur. 1402 Ankara döyüşü Səlcuq Osmanlı dövlətini görmür. Bir də 5 Şirvanşahlarla müttəfiq olmuşdu. Bu Teymura aiddir. Çünki Sultan 1-ci Toğrulun dövründə Şirvanşahlar dövləti heç tutulmamışdı. Şirvanşahlar 1066-cı ildə Alparslan dövründə tutulmuşdu. Deməli, 32-ci testə baxırıq. Erkən feodalizm dövründə həm Bizans dövləti, həm də Ərəb xilafəti ilə diplomatik əlaqə yaradır. Burada olacaq Frank dövləti, bir də Albaniya dövləti. Çünki Franka imperiyası Karlın dövründə Bizans və ərəblərlə əlaqə yaratmışdı. Albaniya dövləti isə Cavanşirin dövründə. Karl 768-814-cü illər, Cavanşir isə 642-681-ci illərdə hakimiyyətdə olub. Cavab 1 və 3 B variantı olacaq. 33. Hansı hökmdarın fəaliyyətinə aid xüsusiyyət verilməyibdir? Şəddadi dövlətinə son qoymuşdur. Bu olacaq 1-ci Məlikşah. C variantı gedir. Dövlətin daxili müstəqilliyini saxlamaqla Səlcuqlardan asılılığı qəbul etmişdi. Bu Fərburs və Əbləşvar Şavur. Çünki Fərburs 1066-cı ildə, Əbləşvar Şavur isə 1054-cü ildə Səlcuqlardan asılı olub daxili müstəqilliyi saxlamışdı. Tiflis müsəlman əmrini Səlcuq dövlətinə tabe edən isə Sultan 1-ci Toğruldur. O zaman D variantına aid hadisə yoxdur. Sultan Səncər olacaq cavab. 34-cü test 20-ci əsrin 90-cı illəri Azərbaycan Respublikasında istifadəyə verilmiş neft kəmərləri. Buradan TANAP-ı ilk öncə çıxardırıq. Çünki TANAP 2000-ci illərə aiddir. 5 çıxır. A və B variantları getdi. Bakı-Batumu çıxardırıq. Çünki Bakı-Batum neft kəməri Sovet dövründə istifadəyə verilmişdi. O zaman 3 olan cavab da getdi. 5 və 3. D və E variantları arasında qaldıq. Bilirik ki, ilk dəfə Bakı-Novorosiysk neft kəməri çəkilmişdi 90-cı illərdə. 98-də. Biri 4-dür mütləq. Demək, biri də Bakı Supsadır. O da 99-cu ildə istifadəyə verilib. Cavab olacaq E variantı 2 və 4. 35-ci test. Rusiyada 17-ci əsrdən fərqli olaraq 18-ci əsrə aid hadisə götürəcək. Təhkimçilik hüququ hər iki dövrdə mövcud olubdur. 1861-ci ilə qədər Rusiyada təhkimçilik var idi. Quberniya islahatının keçirilməsi verilmişdir. İdarəçi orqan olan kollegiyanın yaranması, Romanovlar sülaləsi hakimiyyətdə idi. Bu da hər ikisinə aid hadisədir, hər iki dövrə aiddir. Manufakturalar da hər iki dövrə aid hadisədir. Yəni, hər iki əsrdə manufakturalar fəaliyyət göstərirdi. Quberniya islahatı Yekaterinanın dövründə keçirilmişdir. İdarəçi orqan olan kollegiyalar isə Pyotrun dövründə yaradılmışdı. O zaman cavab olacaq 2 və 3, yəni E variantı. 36. Səfəvilər dövlətinin cədvəldə verilən dövrlərlə ümumi cəhətlərini müəyyən edin. Deməli, dövlətlərlə daha doğrusu ümumi cəhətini göstərindir. Ağqoyunlu dövləti inzibati cəhətdən bəylərbəyliklərə bölünməsi. Xeyr, biz Ağqoyunluda bəylərbəylik görməmişik. Osmanlı dövləti ilə müharibə aparması, bəli, bu oxşar cəhətdir. Avropa dövlətlərlə diplomatik əlaqə, bu da oxşar cəhətdir. 1-ə BC gedəcək, 1-ə BC, 1-ə BC 2 yerdə var. 2-yə isə Teymurilər dövlətinə aid olacaq paytaxtın İsfahan şəhərinə köçürülməsi. Bu həm Səfəvilərdə var, həm də Teymurilərdə. Bir dəqiqə.
1-ə BC, 2-ə B, 1-ə BC. Daha doğrusu İsfahana köçürülməsi Səfəvilərdədir. Bayandurlu sülaləsi ilə müharibə etməsini götürəcək. Şeybanilər dövləti ilə dostluq münasibətlərinin mövcud olması bu Səfəvilərə aid deyil. Ümumiyyətlə heç Teymurilərdə də Şeybanilərlə dostluq görmürük. Deməli, A variantı oxşar deyil. Paytaxtın İsfahana köçürülməsi oxşarlıq deyil. Bu Səfəvilərə aid olan cəhətdir. Bir də Bayandurlu sülaləsi ilə müharibə etməsi. Bu isə sırf hər ikisinə oxşar cəhətdir. Çünki Teymurilər Ağqoyunlularla mübarizəsi ilk dəfə Ağqoyunlu dövlət şəklində apardığı mübarizədir. Səfəvilərin də Ağqoyunlularla mübarizəsini biz görmüşük. 1503-cü ildə Almabulağı döyüşündə Səfəvi dövlət idi. Deməli, cavab olacaq 36-da C variantı. 37. Lukul və Pompeyin başçılığı ilə Romalıların şərqi hərbi yürüşlərinin nəticəsi Atropatena Romadan asılı vəziyyətə düşdü. Bəli, elə cavab A variantıdır. Çünki Selevkilər dövləti məğlub olaraq parçalandı. Bu Selevkilər 190-cı ildə eradan əvvəl parçalanıb. Lukul Pompeyin yürüşü 66-65-ci illərdədir. Albaniyada yerli hökmdarların daxili müstəqilliyinə son qoyuldu. Bu da yanlışdır. Çünki Albaniyada Lukul Pompey müqavilə, yəni saziş imzalayaraq çıxıb gedirlər, tutmurlar oranı, Atropatenadan fərqli olaraq. D variantı Romalı canişinlər Atropatenanı idarə etməyə başladılar. Burada da biz görmüşük ki, onlar tuturlar Atropatenanı, amma yerli hökmdarlar qalır. Yəni Romalı canişin təyin olunmur. D də ona görə səhvdir. Parfiya dövləti süqut etdi. Bu da yanlışdır. Parfiya dövləti 226-cı ildə Sasani dövləti yarananda süqut edir. Lukul Pompey ilə əlaqəsi yoxdur. 38-ci test. Deməli, burada Dərbəndilər, Bayandurlular və Baharlılar sülaləsinə aid olan cəhətlər götürəcək. Üçlü Venn diaqramı veribdir. Demək, Avropa dövlətləri ilə hərbi ittifaq qurulması Bayandurlularda var, Dərbəndlərdə görməmişik, Baharlılarda yoxdur. Deməli, 2-yə gedəcək A variantı, 2-yə A da baxaq neçə yerdə var, 2-yə A 2 yerdə var, B və D variantlarında. Bir də 16-cı əsrdə süqut etməsi, bu da Ağqoyunluya aiddir, bir də Dərbəndiyə aiddir. Deməli, 4-ə isə gedəcək B, 4-ə B, bu da B variantındadır. İndi gəlin B variantını yoxlayaq. 1-ə C götürülübdür. Terik döyüşündə iştirak. Bəli, Şirvanşahlar iştirak ediblər. Çünki İbrahim Teymurun asıllığını qəbul etmiş. Həm Terikdə, həm Ankarada Teymura kömək etmişdi. 2-yə dediyimiz kimi A götürüldü. 3-ə isə Y götürübdür. Teymurilər dövlətinin paytaxtının tutulması. Bəli, Cahanşah tutmuşdu Teymurlərin paytaxtını. 4-ə B götürülübdür. Dediyimiz kimi 16-cı əsrdə süqut edibdir. Həm Bayandurlu, həm Dərbəndi. Dərbəndilər 1538-ci Səfəvilər tərəfindən, Bayandurlular isə 1503-cü ildə Səfəvilər tərəfindən süquta uğradılıbdır. Sonra nəyə baxaq? 4-ə B-yə baxdıq. Bir də 5-ə D-yə baxırıq. Ən ortaya isə D, Ərdəbil şeyxlərinin məğlub edilməsi. Bəli, Şirvanşahlar məsələn 1460-cı ildə Samur çayı sahilində, Qaraqoyunlular yenə 1460-cı ildə Samur çayı sahilində Ərdəbil Şeyx Cüneyti məğlub etmiş. Bayandurlular 1488 və 1494-cü ildə Şahdağ ətəyində və Şəməsi döyüşlərində Ərdəbil şeyxlərini məğlub edibdir. Ona görə 5-ə də D gedir, cavab B variantı olacaq. 39-cu test. 1648-ci ildə bağlanmış Vestfaliya sülhünə əsasən, deməli, Almaniyada katolik kilsəsinin bölünməsi rəsmiləşdirilir. Bəli, kilsə bölünür, rəsmiləşdirilir. Alman dövlətlərinin öz dinlərini təyin etmək hüququ tanınır. Almaniyanın kiçik knyazlıqlara parçalanmasına son qoyulur. 3 yanlışdır. Almaniyanın siyasi dağınıqlığı rəsmiləşir. Bəli.
Deməli, burada 1648-ci ildəki sülhə əsasən götürəcək 2 və 4-ü, yəni B variantını. Belə ki, sırf həmin sülhə əsasən Alman dövlətlərinin öz dinlərini təyin etmə hüququ tanınır və Almaniyanın siyasi dağınıqlığı da rəsmiləşir. Amma 3-ü götürmürük. Almaniyanın kiçik knyazlıqlara parçalanmasına son qoyulması kimi bir cümlə yoxdur. Yəni Almaniya dağınıq olaraq davam edəcək hələ ki 19-cu əsrə qədər. Bir də Almaniyanın katolik kilsəsinin bölünməsi rəsmiləşdirilir. Bu isə Azburq sülhünə əsasəndir. Ona görə biri də götürmürük. 40-cı test. Deməli, Amerikada Theodore Roosevelt'in prezidentliyi dövründə seçki sevinci ləğv edildi. Variantı var. Yeni xətt adlandırılan islahatlar proqramı həyata keçirildi. Vətəndaş müharibəsi başladı. C. D. Latın Amerikası ölkələrinə qarşı mehriban qonşuluq siyasəti irəli sürüldü və iri trestlərin fəaliyyəti dövlət nəzarətinə alındı. Cavab olacaq Y variantı. Çünki trestlərə nəzarət sırf Theodore Roosevelt'in prezidentliyi dövründədir. Bir də deməli trestlərə nəzarətdən başqa da var idi orada böyük dəyənək siyasəti. Böyük dəyənək siyasəti onun dövründədir. Dollar diplomatiyası Taftın dövründədir. Digər mehriban qonşuluq siyasəti Theodore Roosevelt'a aid deyil. Vətəndaş müharibəsi Lincoln'un dövründədir. Yeni xətt adlanan islahatlar proqramı Franklin Delano Roosevelt'in dövründədir. Seçki sevincinin ləğv olunması isə deməli Thomas Jeffersonun dövründədir. 41-ci testə baxırıq. Xəritədə rəqəmlə göstərilmiş şəhərlərin erkən feodalizm dövründəki xüsusiyyətinə aid uyğunluğu müəyyən edin. Deməli, burada Dərbənd 2 Dərbənddir, 1 Dəbildir, 3 isə Ərdəbildir. Səfəvi hakimliyinin mərkəzi olmuşdur. Bu olacaq Ərdəbil şəhəri. 3-ə A gedəcək. 3-ə A görək neçə yerdə var və 3-ə A bircə yerdə var. İndi gəlin digər cavablara baxaq görək. Çünki bəzən şəhər variant birinə uyğun gəlir, amma bütün variantlar uyğun gəlmir. Deməli, 1-ə Y görək düz gəlirmi? 1-ə Y Gürcüləri məğlub etdikdən sonra Şəmsəddin Eldəniz tərəfindən geri alınmışdır. Bəli, 3-ə deməli 1-ə Y uyğun gəlir. 2-yə isə B, D görək gedirmi? Dərbəndə yazılıb. Məhəmməd ibn Şəddad tərəfindən yaradılmış müstəqil feodal əmrliyin mərkəzi olub. Xeyr, artıq deməli bu variantımız sıradan çıxdı. Bu variant getməyəcək. Digər cavablara baxaq. Səfəvi hakimliyin mərkəzi olmuşdur. 3-ə A yolundan artıq gedə bilmirik. Məhəmməd ibn Şəddad tərəfindən yaradılmış müstəqil feodal əmrliyin mərkəzi olmuşdur. Gəlin 1-ə B yolundan gedək. 1-ə B yolundan getsək, o zaman A və D variantları arasında qalırıq. D variantını yoxlayaq. 2-yə D, 2-yə D müəyyən müddət hakimlər sülaləsi tərəfindən idarə edilmişdir. Bəli, doğrudur. 3-ə isə C, Sacilər dövlətinin paytaxtı olub. Bəli, Marağa ilə yanaşı Ərdəbil Sacillərin paytaxtı olubdur. Deməli, D variantı uyğun gəlir. Yenə A-nın səhvliyinə əmin olaq. 1-ə B götürüb, bu doğruydu. 2-yə C götürübdü. Burada Sacilər xeyr, Dərbənd paytaxt olmayıbdı. Ona görə də deməli cavab olacaq D variantı. 42. Sultan II. Bəyazidin hakimiyyəti illərində Osmanlı dövləti demək ki, Əmir Teymurun hücumuna məruz qaldı, deyir. Xeyr, bu 1-ci Bəyazidin dövründə olmuşdu. Bolqarıstan tabe edildi. Bu da 2-ci Bəyazidin dövründə deyil. O da 1-ci Bəyazidin dövründə. Niqbolu döyüşündən sonra 1396 paytaxt başqa şəhərə köçürüldü. 2-ci Bəyazidin dövründə paytaxt köçürülməmişdi. Misri öz tərkibinə qatdı. Misri Səlim öz tərkibinə qatmışdı. Ağqoyunlu dövləti ilə diplomatik əlaqə saxladı. Bəli, cavab Y olacaq. Çünki 2-ci Bəyazid Ağqoyunlularla diplomatik əlaqə saxlamış. Bu Yaqub padşahın dövrünə düşür.
İkinci Bəyazıdın hakimiyyət illəri 1512-ci ilə qədər davam etmişdi. 1481-ci ildən bilirik ki, 78-ci ildə də Ağqoyunlarda Uzun Həsən vəfat etmişdi və ondan sonra Yaqub padşah gəlmişdi və Osmanlılarla barışmışdı Uzun Həsəndən fərqli olaraq. 43-cü test xəritədə rəqəmlə göstərilmiş xanlıqların Quba xanlığından fərqli cəhətlərini cədvələ görə müəyyən edin. Burada Şəki və Qarabağ xanlığını veribdi və biz Şəki və Qarabağın Qubadan fərqini tapmalıyıq. Deməli, Rus qoşunlarına ciddi müqavimət göstərdi. Fərqli cəhətlərini cədvəldə müəyyən edin. Şəki və Qarabağ Rus qoşunlarına ciddi müqavimət göstərməmişdir. Çünki Kürəkçay müqaviləsinə əsasən tabe olmuşdular Rusiyaya. Deməli, 1-ə A harda varsa o çıxır. 1-ə A getdi, A və B variantları çıxdı. Demək, xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə xərac ödəməyi öhdəsinə götürmüşdü. Demək, Quba xanlığının fərqli cəhətlərini cədvəldə göstərin. O zaman Qarabağ və demək, Şəki xanlığı hər il xərac ödəməyi öz öhdəsinə götürür. Bəli, Rus qoşunları tərəfindən işğal edildi. Bu isə hər ikisinə aiddir. Deməli, Rus qoşunları tərəfindən işğal edildi, hər ikisinə aiddir. 1-ə B-ni götürürük. 2-yə baxaq. Rusiya ilə müqavilə imzaladı. Əslində Quba xanlığı da Rusiya ilə müqavilə görmürük biz. Quba xanlığında Rusiya ilə müqavilə yoxdur. Digər variantlara baxaq. Rusiya işğalına qarşı üsyan qaldırdı. Qarabağda və Şəkidə Rusiya işğalına qarşı hər hansı bir üsyanı biz görmürük. Komendant tərəfindən idarə edildi. Əslində Qarabağ və Şəkidə 1806-cı ildə üsyan var, amma bu Quba xanlığının fərqli cəhət deyil. Quba ilə oxşardır. Çünki Qubada da 1810-cu ildə Gilgilçay döyüşü olmuşdur. Rusiyaya qarşı üsyan qaldırmışdılar Qubalılar. Deməli, B variantı oxşarlıqdır. Komendant tərəfindən idarə edilirdi. Bu da ki, xanlıqlar işğal olunduqdan sonra hamısı komendant tərəfindən idarə olmağa başlayır. Ona görə də cavab olacaq C variantı. Fərqli cəhət kimi C-ni götürəcək. Demək, 44. Türk müsəlman mədəniyyətinə aid uyğun bəndi müəyyən edin. Əlincə qalası Təbrizdə deyil. Deməli, 1 gedir. Qüvvətül İslam, Dehli 12-ci əsr, 1-i 2-dir. Uluqbay rəsədxanası Səmərqənddədir, amma 11-ci əsrdə deyil. O zaman 3 də gedir. Səlimiyyə məscidi isə Ədirnədə Sultan Səlim zamanı 16-cı əsrdədir. O zaman cavab 2 və 4 olacaq. 44 olacaq D variantı. 45. Hülaki xanın başçılığı ilə Monqolların Ön Asiyaya yürüşünün nəticələrinə aid deyil. Abbasilər xilafəti süqut etdi. Azərbaycandakı yerli feodallara malikanələrini idarə etmək üçün yarlıq verilməyə başlandı. Bu yanlışdır. Cəlaləddinin Azərbaycandakı hökmranlığı son qoydu. Bu da yanlışdır. Çünki Cəlaləddin özü tərk edib gedir. Deməli, 2 və 3 olan variantlar gedəcək. 2, 3, 2. 4-5-ə baxaq. 5-ci Monqol ulusu yaradıldı və Azərbaycan işğal edildi. Bəli, cavab olacaq A variantı 4 və 5. Bir dəqiqə. Bir də burada aid deyil deyir. Aid deyil deyir. O zaman 45-də baxaq görək nə aid deyil. Bayaq tapdıqlarımızdan 2 aid deyil. Bir də Cəlaləddin 3 aid deyil. Cavab olacaq 2 və 3. Mən deyirəm, burada 3 dənə variant uyğun gəlir. 1, 4, 5 aiddir. 2 və 3 aid deyil. Cavab C variantı olacaq. 46. Səttər xandan fərqli olaraq
Şeyx Məhəmməd Xiyabani. Deməli, Qacarlar dövlətinin siyasətinə qarşı çıxmışdır. Şeyx Məhəmməd Xiyabani Qacarlara qarşı çıxır. Səttarxan da əslində Qacarlara qarşı çıxır. Çünki Qacarlar 1797-ci il, 96-cı ildən 1925-ci ilə qədər davam eləyir. Xiyabaninin hərəkatı da 1920-ci il milli hökumət 17-dən də başlayır. Deməli, bu oxşarlıqdır. Birə A getmir. Birə A getmir və harda birə A varsa biz onu çıxırıq. A variantı getdi, B variantı da getdi. İndi gəlin görək birə B və yaxud B-cə gedirmi? Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmüşdü. Bəli, Səttarxandan fərqli olaraq Xiyabani bunu tələb etmişdi. O zaman birə mütləq B-ni götürəcək. B də C və D variantlarında var. Şah məmurlarının müəyyən müddət Təbrizdən çıxarılmasına nail olmuşdu. Bu da fərq deyil, oxşarlıqdır. O zaman 1-ə C olanlar da gedəcək. 1-ə yalnız B, D və C-də qalacaq. İndi gəlin görək 2-yə nə gedir? 2-yə nə gedir? A variantına baxaq. Pişəvəri Cənubi Azərbaycan milli hökumət yaratmışdır. Bəli, Səttarxandan fərqli olaraq Pişəvəri Cənubi Azərbaycan milli hökumət yaradır. 2-yə də A gedir. Deməli, cavab olacaq C variantı. Bir də 2-yə B gedən variant var. Təbrizdə yerli idarə orqanı yaratmışdır. Amma Pişəvəri ilə yanaşı Səttarxan da əncümənlər yaratmışdı. Əncümənlər də yerli idarə orqanları idi. Onda B oxşarlıqdır, o zaman onu götürmürük. Bir də Cənubi Azərbaycana müstəqillik verilmə tələbi, bu isə heç bir hərəkatda yoxdur. Bütün hərəkatlarda Cənubi Azərbaycana muxtariyyət verilmə tələbi irəli sürülmüşdü. 47-ci test. 19-cu əsrdə Qafqaz canişinliyin fəaliyyəti dövründə Şimali Azərbaycanda. Demək, Qafqaz canişinliyi nə vaxtdır? Bu 1844-cü ildən 1883-cü ilə qədər davam etmişdir. Andlılar məhkəməsi, ümumiyyətlə bizdə Andlılar məhkəməsi olmamışdı. Bu sırf Rusiyaya aid olan hadisə idi. Deməli, harda bir varsa bunlar çıxır. Bir A variantı və C variantı çıxdı. Deməli, kəndlər üzərinə hərbi vergi qoyuldu. Bu da 1887-ci ildədir. O zaman canişinlik 83-ə qədər davam edibdirsə, harda 2 varsa o da çıxır. 1 və 2 olanlar getdi. A getdi, Y getdi, C getdi və B variantına baxaq. B variantına baxaq. 3. Kəndlərin feodal asılılığı ləğv edildi. Bəli, 1870-də ləğv olunubdu Azərbaycanda. Bir də 4. Dövlət kəndlərinin köçmə hüququ da ləğv edildi. Bu da 1853-dür. Deməli, cavab elə B variantıdır. Alban katolikosluğu 36-cı ildə ləğv edilibdir. Deməli, Qafqaz canişinliyi 1844-də başladığına görə 4-də getməyəcək. 48-ci testə baxırıq. Xəritədə ulduzla göstərilmiş ərazinin 7-ci əsrinə aid olan hadisəni tapacaq. Ulduzla göstərilmiş ərazi Misirdir. Misirin ərəblər tərəfindən tutulması olacaq. Çünki 7-ci əsrin əsas Afrikada, Avropanın bir hissəsində tutduğu ərazi ərəblərin işğal etdiyi ərazilərdir. Məsələn, elə bu xəritələrdə rəngli ərazilər də xəlifələr dövründə, Peyğəmbər dövründə və Əməvilər dövründə tutulmuş əraziləri göstərir. Kitabda da bunu görmüşük, eyni bu rənglərdə. Deməli, 48-də də cavab olacaq Rəşidi xəlifələr tərəfindən işğal edilməkləri Misirin. 49. Uyğunluğu müəyyən edin. Axsuvar xaqanın hakimiyyəti illərində və Mihraqulun dövründə Sasaniyə Türkistanda hakim oldu. Verilibdir. Sasanilər dövlətinə son qoyuldu, verilibdir. Sasanilər 651-ci ildə süqut edir. Ona görə B variantı 1-ə getməyəcək. 1-ə B olan variantlar çıxır. 2 variant çıxdı. Firuz Şaha Sasani taxtına çıxmağa yardım etdi. Bəli, Firuz Şaha yardım etmişdir. Deməli, burada cavab olacaq 1-ə A və C Türkistana hakim olmağını da götürürük. Mihraqul xaqan Hindistanın tutulmasını götürəcək. Hindistanın şimali qərbinin işğalının başa çatdırılması B gedəcək.
süqut etmə götürmürük, çünki Mihraqulun dövründə ən qüdrətli dövrünü yaşamışdı. Göytürklərlə birlikdə Sasanilər dövlətinin torpaqlarına bölüşdürülməsi isə deməli belə bir hadisə biz görmürük. Əksinə Göytürk və Sasanilər 567-ci ildə Axunun torpağını gəlib tutacaqlar. 50-ci test Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətlərinə aid deyil deyir. Yenə deyildir. Qarayazın yuxarı hissəsinin Gürcüstana birləşməsinə razılıq verilməsi bu Cümhuriyyət dövrünə aid deyil. Qarayazı iki hissəyə bölünüb, bir hissəsinin Gürcüstana verilməsi 1922-ci il Sovet Azərbaycanı və Sovet Rusiyasının işğalı dövründədir. Qalan bütün hadisələr isə aiddir. Denikin təhlükəsinə qarşı birgə mübarizə aparılması, bəli, bu aiddir. 1919-cu ilin yayındaydı. Paris Sülh Konfransında Gürcüstan nümayəndəsi ilə sıx əməkdaşlıq aiddir. Batum vilayəti ilə bağlı qaldırılan ziyaların AXC hökumətinin tərəfindən qəbul edilməsi bu AXC-nin süqutu dövründədir. Orada yazır ki, AXC qəbul etsə də Gürcüstan kömək göstərmir, çünki özü də demək Rusiya ilə mübarizəyə hazırlaşırdı. Y variantı Tiflisdə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsi, bəli, səfirlik də fəaliyyət göstərir. Cavab A olacaq 50-də. 51-ci test Çində Xan sülaləsinin hakimiyyətə başladığı əsrdə. Deməli, plebeylər Çində Xan sülaləsinin hakimiyyəti eradan əvvəl 206-cı ildir, yəni 3-cü əsrdədir. Plebeylər xalq tribunu seçmək hüququ qazandılar. Bu 5-ci əsrdə olmuşdur. 1-ə A getməyəcək. 1-ə A harda varsa onu çıxardacaq. Əlimizdə D və C variantları qaldı. Gəlin D variantına baxaq. 1-ə B. Plebeylər tam hüquqlu vətəndaş oldular. Bəli, eradan əvvəl 3-cü əsrdə plebey patrisi müharibəsi sona çatır. Tam hüquqlu vətəndaş olurlar. C-də deyir ki, imperiya dövrü başladı. Xeyr, Romada imperiya dövrü 1-ci əsrdə eradan əvvəl 1-ci əsrdə başlayır. Ona görə də C-də getmir. O zaman elə D variantımızdır cavab. Onda 1-2-yə də baxaq. Hindistanda 2-yə isə C gedəcək. Maurya sülaləsi ölkəni vahid dövlətə birləşdirməyə nail olur. Bəli, eramızdan əvvəl 3-cü əsrdə Padşah Aşoka tərəfindən Hindistan birləşdirilir. Dəmir emalına başlanması getməyəcək, çünki eradan əvvəl 11-ci əsrdədir. Makedoniyalılara qarşı azadlıq mübarizəsinin başlanması da eradan əvvəl 4-cü əsrdədir. O da getmir 3-cü əsrə. 52. Eneolit dövrünü Neolit dövründən fərqləndirir. Saxsı qabların hazırlanması bu Neolit dövründədir. İnsanların toxuculuqla məşğul olması bu da Neolit dövründədir. O zaman 1 və 2 olan variantlar gedir. 2, 2, 1. Misdən əmək alətləri, bəli, bu eneoliti fərqləndirir. 3-ü götürürük. Deməli, cavab olacaq D variantı yalnız 3. Qəbilənin həyatında qadınlar isə hər ikisində mühüm rol oynayırdı. 53. Xronoloji ardıcılığı müəyyən edin. Türkiyə Respublikasının NATO-ya daxil olması 1952, SSR-nin varlığına son qoyması 1991, Falkland böhranının baş verməsi 1982, Rusiya Federasiyasının deməli Krımı işğal etməsi isə 2014. Demək, burada olacaq birinci 1, daha sonra 3, daha sonra 2, daha sonra isə 4. 54. Məhəmməd Yusif Cəfərovun fəaliyyətinə aid olanları seçməliyik. Rusiya İmperiyasının 4-cü Dövlət Dumasının deputatı olmuşdu. Bəli, Məhəmməd Yusif Cəfərov 4-cü Dumada tək deputat idi bizi təmsil edən. Daha sonra 2, AXC-nin 4 və 5-ci hökumətinin başçısı olmuşdur. Xeyr, bu Məhəmməd Yusif Cəfərova aid deyil. Nəsib bəy Yusifbəyli olur. 3 hökumətin başçısı Fətəlxan Xoysk olmuşdu. Daha sonra isə 1917-ci ildə yaranmış Xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanı təmsil etmişdir. Bəli, bu da var. Məhəmməd Yusif Cəfərov Xüsusi Cənubi Qafqaz Komitəsinin üzvü olmuşdu. Bir də 4, Azərbaycana neft kimyası üzrə ilk elmi laboratoriya. Xeyr, bu Məhəmməd Yusif Cəfərova aid deyil.
Bir də AXC dövründə parlamentin sədr müavini, bu da doğrudur. Cavab 1, 3, bir də 5 olacaq. Neft kimyası üzrə laboratoriyanın müəllifi kim olmuşdu, onu düşünürəm. Yadıma düşsün deyərəm. Deməli, 55 Dehli Sultanlığı idarə etmə sisteminə aiddir. Məhkəmə işlərinin qazilər tərəfindən həyata keçirilməsi, bəli, bu doğrudur. Çünki qazilər baxırdı orada məhkəməyə. Ölkənin ulusa bölünməsi, xeyr, Dehlidə ulus yoxdur. Uluslar Monqol ulusu, Teymur ulusu və Qızıl Ordu uluslarıdır. 2 gedir. Hərbi işlərə baş vəzirin başçılıq etməsi. Bir də maliyyə işlərinə dəftərdar. Dəftərdar Osmanlıdadır, ona görə 4-ü götürmürük. Cavab olacaq 1 və 3. Çünki vəzir Dehli Sultanlığı hökmdardan sonra ikinci şəxsdir və bütün mühüm işlərə də o başçılıq etmişdi. 56. Albaniya hökmdarı Urnayırdan fərqli olaraq 2-ci Vaçenin hakimiyyəti dövrünə aid hadisə götürəcək. Sasanilərlə müttəfiqlik hər ikisinə aiddir. 1 gedir. Sasanilərə qarşı azadlıq hərəkatı başlatmışdır. Demək ki, 2-ci Vaçe, bəli, Urnayırdan fərqli olaraq, çünki Urnayır müttəfiq olmuşdu. Şapurla Vaçe isə Yezdigirt və Firuzun dövründə yaşanmış, Firuza qarşı çıxmışdı. 457-63-cü illərdə. Bir də paytaxt dəyişdirilməsi Vaçeyə aiddir. Deməli, 2 və 3 olacaq, çünki Ağqoyun Kilsə Məclisi də 3-cü Mehmed Baçaqana aiddir, heç birinə aid deyil. Gəldik, bura çıxdıq. 57-ci test. 2018-ci ilin mayında əks həmlə əməliyyatı, qisas əməliyyatı, lokal antiterror əməliyyatı Lələtəpə yüksəkliyinin düşməndən təmizləndi. Yəni, hər dövrə aid olan hadisəni göstərəcək. Deməli, 1-ə gedəcək Lələtəpə yüksəkliyinin demək, 2010 qisas əməliyyatı mayında. Deməli, biz 1-ə Lələtəpənin azad olunması bu aprel döyüşlərinə aiddir. Ona görə də burada da aprel döyüşləri olmadığına görə A variantı qıraqda qalacaq. Qırxqız və Sarıbabanın nəzarətə götürülməsi qisas əməliyyatına aiddir. 2-yə B. Şərur rayonunun Ağbulaq və Qızılqaya yüksəkliklərinin ordumuzun nəzarətinə keçməsi 2018-ci ilin mayında olmuşdur. 1-ə C. Erməni silahlı birləşmələrinin Xocavəndə yerləşən radiolokasiya sisteminin məhv edilməsi gedəcək lokal antiterror əməliyyatına. 3-ə D. Xocavəndin Hadrut qəsəbəsinin azad edilməsi isə 44 günlük müharibəyə aid olduğuna görə Y, bir də A qıraqda qalacaq. Keçdik digərinə. Qalib dövlətlər İlk Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədilə konferans çağırdılar. Konferans vaxtı ilə Almaniya İmperatoru 1. Vilhelm özünü imperator elan etdiyi gündə açıldı. 30-dan çox ölkə oraya nümayəndə heyəti göndərmiş. Yeni bir dövrün başlanğıcı sayılan konferans həmin vaxt dünyada ən mühüm məsələ diplomatlar və ən vacib simalar edilir. Nəysə, bu Versal sülhündən söhbət gedir. Deyir ki, konferansda imzalanmış müqavilədə Almaniya üçün müəyyən edilmiş hərbi məhdudiyyətlərin ikisini yazın. Hərbi məhdudiyyətlər bu idi ki, Almanlar 100 mindən artıq qoşun yığa bilməzdilər. Bir də onlar hərbsizləşdirilmiş Ren zonasına da əskər çıxarda bilməzdilər. Bir də onlarda ümumi hərbi mükəlləfiyyət ləğv olunur. 59. Bəhs edilən konferansa dəvət edilməyən Avropa dövlətinin adını yazın. Bu da olacaq. Burada göstərilir Fransa var idi, İtaliyada var idi, Böyük Britaniya var, Rusiya var. Rusiya dəvət olunmamışdı. Cavab 3 olacaq. 60. Konferansın çağırılmasının mənbədə verilməyən məqsədlərindən birini yazın. Deməli, mənbədə verilməyən məqsədlərindən biri. Məqsəd Almaniyanın hərbsizləşdirilməsi, Almaniyanın ərazilərinin bölüşdürülməsi, Osmanlının ərazilərinin, eyni zamanda Avstriya-Macarıstanın da ərazilərinin bölüşdürülməsi idi. Bunu biz mənbədə görmürük. Bu qədər.